Sizə elə bir yer göstərim ki, burada hər ağac nəfəs alır. Hər daş isə bir rahatlıq verir. Sahəsi 11 hektar olan bu parkımız 2021'də tikilişə başlayır. 2024'də artıq açılışı olur və halqa açıq olur. Bu arada bu park 3 nömrəli balnitsa gördüğünüz arxamdadır. Sos Uşaqlar kəndi də buradadır. Yəni tapmaq da çox asandır. Parkın sağında Gəncə çayı, qabağında Kəpəz dağına açılan mənzərə, dağları görə bilərsiniz. Deməli bu ekoparkda güllər, ağaclar, kollar, kaktuslar və hərəsindən çox sayıda var və inanın ki huzur, rahatlıq, hər şey tapa bilərsiniz. Hələ banan ağacına bax. Gəncədə banan ağacı ha. Sağlamlığımıza önəm vermək lazımdır. Ona görə də bu parkda həm qaçış üçün, həm yürüyüş üçün, həm də velosiped üçün, yəni idman üçün çox əlverişli bir yol da düzəldiblər. İstifadə etmək lazımdır. Deməli bu parkın içində belə bir coffee shop var. Hətta sizə yerini də göstərim. Bura axşam, gün orta nə vaxt gəlirsiniz gəlin. Sırf bu yerdə oturmaq, açıq havada məncə çox super bir şeydir. Səhər saat 8-dən gecə saat 1-ə kimi açıq olur bura. Və ən önəmlisi giriş ücretsizdir.